1979-cu ildə inqilab zamanı İranda milyonlarla insan ölkəni tərk edib. Onların mühacirət və sığınacaq axtarmaq məqsədi ilə getdikləri bildirilir. Ehtimallara görə təxminən 3-5 milyon İranlı şah rejiminin devrilməsindən sonra ölkədən qaçıb. Miqrantların əsasən Amerika Birləşmiş Ştatlarına sığındıqları deyilir. Kanada, Almaniya, Fransa, İsveç kimi ölkələrə Cənubi Azərbaycanlılar da daxil olmaqla bir çox İran vətəndaşı miqrasiya edib. Ölkədəki Yəhudi icması da inqilabdan sonra böyük şəkildə İsrailə köçüb. Bəzi İranlılar Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə kimi ölkələrə sığınıblar. Türkiyə onlar üçün tranzit və daimi məskunlaşma məqsədi ilə böyük marşrut olub. Açıkçası İran toplumu bugün bir anlamda da kendi bir kısmı en azından orada kalarak bir iktidar restorasyonunun, bir iktidar değişiminin oluşmasına en azından bir enerji olarak bir katkı vermeyi düşündüğü için buradan bir kaçış düşüneceklerini zannetmiyorum. Bu kaçış elbette ki iktidarın oradaki İran'daki rejimin işini kolaylaştıran bir şey demek olacaktır. Bu yönüyle de bu durumu biraz açıkçası çok fazla öngörmüyorum bu aşamada. Etnik qrupların üst tutacağı digər ölkələrin siyasətində Pakistan, Əfqanistan və Körfəz ölkələri var. Onların dini dəyərlərin oxşarlığı səbəbindən belə dövlətlərə sığınacağı bildirilir. Dini azıqların isə əsasən Amerika Birləşmiş Ştatları və Kanadaya yollana biləcəyi ehtimal olunur. Ekspertlər bildirirlər ki, indiki məqamda İrandan əhalinin kütləvi şəkildə köçü gözlənilmir. Hətta 12 günlük İran-İsrail müharibəsində